Bugünkü dərsimiz uşaqlar mexaniki rəqslər və dalğalardır. Deməli, cisim və ya cisimlər sisteminin tarazlıq vəziyyəti ətrafında, müəyyən bir tarazlıq vəziyyəti ətrafında qismən və yaxud da tamamilə, yəni təkrarlanan, əks istiqamətlərdə təkrarlanan hərəkəti rəqsi hərəkət adlanır. Rəqsi hərəkəti biz realda da çox, müşahidə eləmişik. Bilirsiniz də, reaksi hərəkət, məsələn, yerləncəyin hərəkəti, saat kəfkiri olur və onun hərəkəti və s. bu hərəkətə misal ola bilər. Rəqsi hərəkətə misal ola bilər. Rəqsi hərəkət iki növdə olur, yəni əsasən iki növdə olur. Bir olur sərbəst rəqslər, bir də məcburi rəqslər. Sərbəst rəqslər odur ki, rəqsi tarazlıq vəziyyətindən çıxardır və özü başlayır davam eləməyə. Məsələn, yerləncəyin hərəkətini deyə bilərik. Bir də var ki, məcburi rəqslər. Məsələn, saat kəfkirinin rəqsi. Saat kəfkirini periodik olaraq hansısa bir, yəni qüvvənin təsiri ilə o rəqs eləməyə istəyir, elə bir məcbur rəqslərdə, yəni xarici qüvvə təsir eləyir. Məsələn, baxın, yerləncəyi tarazlıqdan çıxartdıq, uşağı yerlətirik də. Bir dəfə çıxartdıq, buraxdıq. O başlayır özü hesabına, öz daxili qüvvələri hesabına yerlənməyə və yavaş-yavaş o sönür. Yavaş-yavaş sönür deyə biz ona deyirik sönən rəqslər. Yəni amplitudu getdikcə azalan rəqslərə sönən rəqslər deyirik. Elə onu da demiş olum. Qoyun. Və sönən rəqsin qrafikini sizdən istəsəm, baxın, sönən rəqsin qrafikini bizdən istəsə, sönən rəqsin qrafiki, baxın. Budur. Baxın, əvvəlcə müəyyən çoxdur və getdikcə bu rəqs nə etməyə başlayır, getdikcə sönməyə başlayır. Bu oldu sönən rəqslər. Dediyim kimi, məsələn, yerləncəkdə yerlənən bir uşaqdır. Biz o tarazlıq vəziyyətindən çıxartdıq, o başladı sərbəst rəqs eləməyə. Da toxunmuruq biz ona. Və sərbəst rəqs eləyədikcə, getdikcə onun rəqsini eləyir, yavaş-yavaş azalır və sonunda dayanır. Yəni sönür rəqsi, bu olur sönən rəqs və sərbəst rəqs deyirik biz ona. Amma kənardan periodik olaraq biz hər o üstümüzə gələndə onu təkrar yerləsək, bu artıq məcburi rəqs olacaq. Çünki kənar qüvvə təsir eləyir biz ona. Periodik olaraq kənardan qüvvə təsir eləyən rəqslərə məcburi rəqslər deyirik və o rəqslər artıq sönməyən rəqs olur. Çünki periodik olaraq ona kənardan qüvvə təsir eləyirik. Uşaqlar, biz indi araşdıracağımız rəqslər harmonik rəqslərdir və onlar sönməyən rəqslərdir. Çünki ideal halda əslində rəqslər sönmür. Necə? İdeallaşdırılmış halda. Biz ideallaşdırılmış halda nə deyirik? Rəqsi, məsələn, bir cismi tarazlıq vəziyyətindən çıxardıq. Elə bir ki, kənar heç bir qüvvə təsir eləmir ona və o, yəni davamlı olaraq mexaniki enerji saxlanır və orada davamlı olaraq rəqs gedir. Təbii ki, realda belə bir hal mümkün deyil. Biz bir cismi tarazlıq vəziyyətindən çıxardıqsa, əgər kənardan biz ona heç bir qüvvə ilə təsir etmiriksə, orada müəyyən sürtünmə qüvvələri yaranır. Sürtünmə, müqavimət və s. qüvvələr yaranır və o rəqs getdikcə sönür. Dediyim kimi, yenə də buna nümunə götürək yerləncəyin hərəkəti. Belə. Daha sonra gəlin danışaq neydən? Harmonik rəqslərdən. Harmonik rəqslər nədir? Fiziki kəmiyyət zamana görə sinus və ya kosinus qanunu ilə dəyişirsə, bu rəqslərə deyirik harmonik rəqslər. Harmonik rəqslərdə, harmonik rəqsi xarakterizə edən əsas kəmiyyətlər uşaqlar amplituddur, perioddur, tezlikdir, dövrü tezlikdir, fazadır və s. Yəni bunlar harmonik rəqsi xarakterizə edən əsas kəmiyyətlərdir. Biz bu mövzuda ümumiyyətlə keçəcəyimiz bütün düsturlar, demək, düsturların əksəriyyəti çevre üzrə hərəkətdə keçdiyimiz düsturlardır. Sadəcə olaraq bir-iki dəyişikliyi var, o dəyişiklikləri deyəcəm. Məsələn, period. Period biz keçmişdik. Nə idi period? T bərabər idi. T bölünsün N. Bir tam rəqsə sərf olunan zaman. Yadınıza çevrədə demişdik ki, bir tam dövrə sərf olunan zaman. Çünki çevrədə dövr eləyir cisim. Rəqs hərəkətdə isə rəqs eləyir. Deməli, period oldu. Bir tam dövrə sərf olunan zaman. Bir tam. Sərf olunan zaman. Vahidədəki nə idi? T-ni çevrədə keçmişdi. 1 saniyə. Bu oldu period.
Tezlik isə 1 saniyədəki, yəni vahid zamandakı rəqslərin sayıdır. Tezlik, biz orada tezliyi n hərfinə işarələmişdik. Burada nü ilə işarə edirik. Yəni tezlik, fərq yoxdur. N də görə bilərsiniz. Bəlkə də hardasa n də yazılar, o səhv deyil. Bu olur periodun tərsi, yəni n böl t. Tezliyin vahidi isə uşaqlar. Burada 1 hertz deyirik vahidinə və yaxud da 1 saniyə, 1 böl saniyə, o da saniyə üstü mənfi 1 olur tezliyin vahidi. Bilirsiniz də t bərabərdir 1 bölünsün n-ə, daha doğrusu nü-yə fərqi yoxdur, nü də ola bilər, n də ola bilər. Nü bərabərdir 1 bölünsün t-yə. Bunlar bir-birinin tərsidir və bir-birinin tərs mütənasib asılıdır. 1 saniyədəki rəqslərin sayı tezlikdir, dövrü rəqs tezliyidir. 2pi saniyədəki rəqslərin tezliyinə isə, sayına isə biz deyirik dövrü tezlik. 2pi saniyədəki rəqslər olur dövrü tezlik. 2pi bölünsün t-yə və yaxud da 2pi vurulsun nü-yə. Görürsünüz, omega nü-dən neçə dəfə böyükdür? 2pi qədər. Yəni omega nü-nün 2pi mislinə bərabərdir. 2pi nü. Bu düsturlar hamısı yadınızda biz çevrədə keçdiyimiz düsturlardır. Və omeganın da vahidi 1 bölünsün saniyədir və yaxud da 1 hertzdə deyə bilərik. Rəqsi hərəkətdə cisim, amplitud nədir uşaqlar? Amplitud cismin tarazlıq vəziyyətindən uzaqlaşdığı maksimal məsafədir. Məsələn, bir dənə belə deyək də, daha doğrusu dayaq götürək, oradan bir dənə ip asaq. Daha doğrusu kürəcik asaq ipdən. Bu kürəcik, bu rəqsə deyirik, uzanmayan sapdan asılmış cisim olur riyazi rəqqas. İndi riyazi rəqqasa keçmirik, elə belə dedim bunu. Deməli, bu cismi mən rəqs elətdirdim, gəldim maksimum bura. Tarazlıq vəziyyətindən bura gəldi, bu istiqamətə. Sonra təbii ki, bu necə dala qayıtacaq da, düzdür. Və bunun bu tarazlıq vəziyyətindən uzaqlaşdığı, bu maksimal məsafə var, bu məsafə. Buna deyirik xm və yaxud da a. Bu olur amplitud. Cismin tarazlıq vəziyyətindən maksimal uzaqlaşdığı məsafə adlanır amplitud. Amplitud A hərfinin işarə olunur və yaxud da xm-dən işarə edirik biz onu. Yaxşı. Daha sonra cisim, rəqsi hərəkət edən bir cisim bir period ərzində, yəni bir tam dövrdə S bərabərdir 4 amplitud qədər yol gedir. Yəni, bu cisim buradan başladı hərəkətə, bu getdi bura, qayıtdı gəldi bura, sonra gedir bura, təbii ki, burada da bir rəqs eləyirdi o. Nə oldu? Bu cisim getdi bura, bu başqa rənglə göstərim. Burada tarazlıqdadır, rəqs elətdirdi, gəldi bura, qayıtdı bura, gəldi bura, qayıtdı bura. Neçədən xm getdi bu? 1. Fərqləndirmək üçün təzədən dayanın bircə dəqiqə. Fərqləndirmək üçün mən bunları görə biləsiniz deyə siləcəm bu hissəni. Deməli, tarazlıq vəziyyətindədir bu cisim. Tarazlıq vəziyyətindədir. Gəldi bura. 1 xm getdi, düzdür? Bir dövrdə. 2 xm, 3 xm, 4 xm. Bir dənə periodda, bir dənə tam rəqsdə neçə xm getdi? 4 dənə xm qədər yol getdi və yaxud da 4a qədər yol getdi. Bu oldu bir tam dövr, bir tam rəqs. Bir tam rəqsi budur bu cismin. Bir tam rəqsdə cisim 4a qədəri yol getmiş olur. Məsələn, desə ki, ta ki amplitudu bunun 3 santimetrdir. Bir tam dövrdə nə qədər yol gedəcək? 4 vur 3, 12 santimetr yol gedəcək. Bəs n dövrdə nə qədər yol gedəcək? Məsələn, 5 dövrdə, 6 dövrdə nə edirik? Sn bərabərdir n vurulsun 4a-ya, yəni 4 vurulsun s-ə, o da 4a-ya vurmuş olacaq. N-dən dövrdə yol getdiyi yolda artıq, məsələn, 5 dövrdə, 6 dövrdə artıq n vurulsun 4a. Məsələn, 5 dənə rəqs eləyib, daha doğrusu 5 rəqsdə 4a qədəri yol gedəcək. 5 vur 4a. N'in də yerinə, n bu da n'dir ya. N'in yerinə biz nə yaza bilərik? Məsələn, n burada nəyə bərabərdir? Nü vurulsun t'yə.
olur 4A vurulsun, N'in yerinə N vurulsun, T yazırıq. Və yaxud da N'in yerinə period düsturuna nə yaza bilərik? T böl T yaza bilərik də, düzdür? Onda N'in yerinə buradan yazırıq 4A vurulsun, T bölünsün, T'yə. Bunun yerinə XM də yaza bilərik, eyni şeydir. Bu da oldu bizim, deməli, cismin müəyyən dövrdə getdiyi yol. Müəyyən dövrdə getdiyi yol adlanmış oldu. Baxın, uşaqlar, qrafiklər verir sizə, məsələn. Qrafik verib sizə. Aha. X-in amplitudun, yəni zamanın asılığı. Baxın, X-dir, yəni amplituddur, təcildir, sürətdir. Bunlar zamanın asılı olaraq sinus və ya kosinus qanunu ilə dəyişirlər. Yəni qrafikləri zamanın asılı olaraq amplitudun, sonra şeyin nədir? Niyə belə olur? Yaxşı. Amplitud zamandan asılı olaraq bu hal-hazırda baxın, bir buradan başlaya bilər qrafik, bir də buradan başlaya bilər də qrafik, məsələn deyən. Dur görüm. Başqa rənglə çıxaq ki, qarışmasınlar. Biri də buradan başlaya bilər qrafik. Aha. Fərqi nədir buradan və buradan başlamağın? Uşaqlar, burada zamanın sıfır anıdır, düzdür? Sıfırda sinus sıfır olur, yoxsa kosinus sıfır olur. Sıfırda sıfır olan sinusdur. Deməli, bu sinus qrafikidir. Çünki sinus sıfırda sıfır olur. Kosinus isə sıfırda bir qiymət alır. Deməli, bu kosinusdur. Və yaxud da 180-də mənfi bir qiymət alır. Yəni, buradan da başlaya bilər qrafik. Deyəm, bunu da bir başqa rənglə çəkeyim. Deyəm, nə rənglə? Hə, bununla çəkeyim. Və yaxud da mənfi 1-lə başlaya bilər. Bu oldu kosinus, bu da oldu kosinus qrafiki. Mənfi 1, 1. 1 və mənfi 1-dən başlayan kosinusdur. Sıfırda sıfır olan isə sinusdur. Düz deyəndə burada bu XM-in qiyməti, XM-in qiyməti X maksimum qiyməti fərqli də ola bilər. Amma yəni müəyyən bir qiymətdən başlayan kosinusdur. Sıfırda müəyyən bir qiymət alan, yəni 1 olan kosinusdur. Yaxşı. Bunu silim buradan. Məsələn, bu X-in qiyməti XM-dir, bu mənfi XM-dir. Aha. Və yaxud da sinus qrafikində də uyğun olaraq XM buradır. XM buradır. Sizə belə qrafik verər, deyər ki, amplitudu tapın. Amplitud nədir? Baxın, ya bura, ya bu başladığı nöqtə. Bunlar hamısı nədir? X-in maksimum qiymətləridir. Amplitudun maksimum qiymətidir. Amplitudun da maksimum qiyməti də budur. Məsələn, burada 5 olsa, amplitudu nə qədərdir? 5. Bu rəqsin amplitudu 5-dir. Və s. Yaxşı. İndi keçək. Harmonik rəqsin, gəlin orada sürət, sonra əsas tənikləri də sürət, təcil, daha sonra XM-in təniklərinə. Yaxşı, gəlin hardan yazım? Aha. Fərz eləyək ki, cismin amplitudu X-dır. Amplitudu yoxdur, müəyyən X yer dəyişməliyib, X-i. Amplitud qiyməti XM-dir və bu məsələn, bu rəqs eləsin kosinus qanunu ilə. Kosinus omega t qanunu ilə rəqs eləsin. Aha. Kosinus omega t. Yaxşı uşaqlar. Dedikdə biz harmonik rəqs nədir? Cisi kəmiyyətlər sinus və kosinus qanunu ilə rəqs eləyir. Məsələn, gəlin baxaq amplitud, yəni koordinat təsəvvür eləyək ki, bir kosinus qanunu ilə rəqs eləyir. Bu zaman onun qrafiki necə olur? X-in qrafik kosinusdan başlayırsa, deməli müəyyən bir qiymətdən başlayır. Kosinusdursa, deməli müəyyən bir qiymətdən başlayır da, düzdür. Bu oldu X-in T-dən asılığı. Burada XM qiymətinə uyğundur. Burada olur mənfi XM. Aha. Uşaqlar, biz mexanika bölməsindən bilirik ki, V, yəni sürət
yer dəyişmənin törəməsinə bərabərdir. Onda sürət yer dəyişmənin törəməsinə bərabərdirsə, burada yer dəyişmə yox, koordinat deyirik də biz. Koordinatın törəməsi kimi yaza bilərik sürəti. O da bərabərdir. Yəni bu ifadədən xm-dən, xm kosinus omega t-dən törəmə alaq. Törəmə alsaq, biz nədir bu törəməsi? Xm kosinus omega t-dən törəmə alsaq nə olur burada? Xm olduğu kimi qalır. Xm olduğu kimi qalır. Kosinus omega t-dən törəmə alanda bilirsiniz də kosinusun törəməsi mənfi sinus verir. Olur mənfi sinus omega t. Bir də siz bunu düşünürəm ki, riyaziyyatdan bilirsiniz də. Bir də omega t-dən törəmə alırıq. Olur vurulsun omega. Bunları çox ziddinə getməyəcəm, bunu bilirsiniz. Bilməsəz də olar, o qədər vacib bir şey deyil. İndi omega əvvələ gətirə bilərəm. Onlar nə? Mənfi xm omega vurulsun sinus omega t. O da bərabərdir. Bu mənfini bura gətirib, bunu kosinusdan əvəz eləyə bilərik. Olur xm omega sinus omega t-nin yerinə şey yaza bilərik. Kosinus omega t üstənsin pi böl 2. Yəni mənfi sinus mənfini götürüb kosinusa çevrilir. Onda pi üstünə, deməli omega t-nin üstünə pi böl 2 gəlir belə. Bu xm omeganın da yerinə biz çeviri üzrə hərəkətdə bir dənə düstur keçmişdik ya. V bərabərdir. V bərabərdir. Omega vurulsun r. Bilirsinizsə bu düsturu. V bərabərdir omega r düsturu. Yadınızda çeviri üzrə hərəkətdə. Burada r nə idi? Məsafə deyil idi. Burada sadəcə olaraq mən sizə dedim ki, çeviri üzrə hərəkətdə uşaqlar. Hələ bir ki, məsafə, yəni r radiusun yerinə xm qoyuruq. Bəs salam, qalan bütün düsturlar eynidir. Aha, deməli xm omega yerinə biz v yaza bilərik. V vurulsun, nəsə də bunlar. Daha bir də təkrar yazmıram. Və biz görürük ki, xm-in düsturu xm kosinus omega t-dir. V-nin düsturu isə, burada Vm yazırıq, V-nin amplitud qiyməti. Vm kosinus omega t üstəlik pi bölü 2. Yəni eyni düsturdur, sadəcə eyni şeydir. Sadəcə olaraq görürsünüz, burada kosinus omega t üstəlik pi bölü 2-dir. Deməli, Vm-in qiyməti x-dan nə oldu? Pi bölü 2 qədər, hep ki qabaqladı onu. Pi bölü 2 qədər qrafiki irəlidə oldu. X-in qrafiki bu deyildi. İndi gəlin baxaq V-nin qrafikinə. T, bu da V. V-nin qrafiki daha doğrusu. Aha, baxın, bu nə deməkdir üstəgəl pi bölü 2? Yəni, x burada rəqs eləyirsə, siz bilirsiniz də bu hər dilin bir pi bölü 2-dir. Bax, bu olur pi böl 2, bura pi böl 2, bura pi böl 2, bura pi böl 2. Bir tam rəqs, baxın budur. Bir tam rəqs budur və 2 pi qədər dəli bir rəqs. 2 pi, pi böl 2, pi böl 2, pi böl 2, pi böl 2 oldu 2 pi. Və v x-dan pi böl 2 qədər irəli nə deməkdir? Yəni, xm buradadırsa, v ondan pi böl 2 qədər irəlidə, yəni burada rəqs eləyir. Hələ ki, qrafiki gətirib bura qoyursunuz. Başa düşdünüz? İndi gətirib qrafiki ora qoysam nə olar? Buradan başlamaz. Və belə. Bu da oldu Vm. Burada da Vm. Deməli biz buradan gördük ki, bu standartdır ya bunlar. Sadəcə mən biraz əyri çəkmişəm. Biraz o əslində yəni standart rəqs eləyirlər. Deməli uşaqlar buradan gördük ki, x rəqs eləyir və ondan nə olur? Pi böl 2 qədər, daha doğrusu pi böl 2 bu nədir? Pi böl 2 qədəri elə bir ki, irəlidə rəqs eləyir. X-in qrafikin sizə harda versə, oradan V-yə keçən də pi böl 2 qədər irəli, yəni qabağa gedin. Qabaqlayır onu pi böl 2 qədər, yəni ondan qabaqda rəqs eləyir elə bir. Aha, tutaq ki, x-in qrafikin sizə, mən burada necə çəkmişdim ki, fərqli çəkim. X-in qrafikin sizə belə veribsə, v ondan pi böl 2 qədər qabaqda. Bu x-dir, x-in t-dəndir. V ondan pi böl 2 qədər qabaqda dedim də sizə hərəsi bir pi böl 2-dir, pi böl 2-dir, pi böl 2-dir, pi böl 2-dir.
V10-dan pi bölü 2 qədər qabaqda. Yəni burada rəqs eləyəcək və V-nin qrafikinə baxanda görürsüz, necə başlayır? Bax belə başlayır. Yəni V-nin qrafiki nə oldu? Bax belə başladı. Elə ki x gördünüz, pi bölü 2 qədər qabağa gedin, orada V-ni alırsınız. Bu oldu V-nin qrafiki. Bu qədər şeyi bilməyinizə ehtiyac bilirsinizsə, öyrənə bilirsinizsə öyrənin, öyrənə bilmirsinizsə vacibli bir şey deyil. Sadəcə onu bilin ki, V x-i pi bölü 2 qədər qabaqlayır. Eyni şəkildə bu şəkildə təcil üçün də yazsaq, A-nın da qrafikin AM yaza bilərik. Məsələn, kosinus omega t tutaq ki, omega t müəyyən bir kosinus qanunu ilə dəyişir A və A-nın qrafiki də uşaqlar, A-nın qrafiki də V-ni pi bölü 2 qədər qabaqlayır. V buradan başlamır. A gəldi orada buradan. Pi bölü 2 qədər qabaqda. Elə bir buradan başladı. Biraz səliqəli çəkim. Buradan başladı. A-nın qrafiki V-ni pi bölü 2 qədər qabaqlayır. V məsələn buradan başlamırdı. A buradan başlayacaq. Burada. Pi bölü 2 qədər qabaqda. Deməli nə oldu? X-i V pi bölü 2 qədər qabaqladı. Yəni pi bölü 2 qədər getdik qabağa. V-dən də A-ya pi bölü 2 qədər getdik. Pi bölü 2 qədər. Onda X-dan A-ya nə qədər qabağa gedirik? Pi bölü 2 üstəlik pi bölü 2, yəni pi qədəri. Yəni X-in qrafiki baxın, buradan başlayırsa, A-nın qrafiki hardan başlayacaq? Ondan pi qədər qabaqda, yəni buradan başlayacaq. Baxın, A-nın qrafiki belə olacaq. A-nın T-dən asılığı bu şəkildə olmuş olacaq. Arıcılıq belədir. X və A. Deməli, bir-biri pi bölü 2 qədər qabağa gedirik. X pi bölü 2 qədər qabağa getdik və pi bölü 2 qədər qabağa getdik A. Bir-birini qabaqlamış oldular. Sonra deməli, bunları dedim. Və A-nın da düsturu A bərabərdir. A-nın düsturu necə idi? Çevre üzrə hərəkətdə. Omega kvadratı R deyildi. Omega V deyildi. Burada sadəcə omega kvadratı olur. XM. Omega kvadrat XM. Omega VM. VM onun amplitud qiymətidir. Bu kəmiyyətlərdə yazmışam. AM. Burada yazmışam. VM. Bunlar hər ikisi də sürətin, təcilin, XM də amplitudun, daha doğrusu koordinatın amplitud qiymətləridir. Yəni maksimum qiymətləridir, ən maksimum qiymətləri olardı. Məsələn, belə qrafik verərsə, deyər ki, A-nın təcilin amplitud qiymətini tapın. AM, baxın, ən təpə maksimum olan hissə. Baxın, ən maksimum olan hissə. V-nin ən maksimum olan hissəsi, baxın, buradır. Baxın, V-nin maksimum olan hissəsi buradır. Belə, bunlar da oldu tənliklər və uşaqlar, təcilin digər düsturlarını da yazsaq, dedim, omega kvadrat XM, omega V, daha sonra canım sizə desin, sonra nə düstur var? Sonra 2 pi böl T vurulsun, 2 pi böl T vurulsun, V düsturunu yaza bilərik. Daha sonra 4 pi kvadratı, XM-in kvadratı, R kvadratı idi. Orada yadınızda bölünsün T'nin kvadratı, daha doğrusu R kvadratı değildi. 4 pi kvadratı 4 pi kvadratı R böl T'nin kvadratı idi. Biz burada artıq XM yazırıq da R'in yerinə və yaxud da 4 pi kvadratı n kvadratı vurulsun xm. Və bu düsturların yaza bilərik A-nın. Çevre üzrədəki düsturların eynisidir bunlar hamısı. Sadəcə olaraq burada bir dənə fərq R xm-dir. R xm-dir. Vəssalam. V-yə VM deyirik. A-ya AM deyirik. A-ya AM nə üçün deyirik? Çünki biz artıq burada A-nın amplitud qiymətindən danışırıq da. Sonra, məsələn, F-in qüvvənin düsturu. Qüvvənin maksimumu. M, A, M. AM-in bütün burada gördüyümüz düsturlarını gətirib qoya bilərsiniz yerinə qüvvə düsturunda. Belə. Və A-nı görürsünüz də burada. Məsələn, desəm ki, omega konstantdır. Omega konstantdır. A, XM-lə necə asılıdır? Görürsünüz, düzdür.
Deyirəm ki, məsələn, xm-lə t konstantdır. A xm-lə necə asılıdır? Düz asılıdır. Sonra xm nə bilim konstantdır. A omega kvadratına necə asılıdır? Kvadratik asılıdır və s. Belə uşaqlar. Hələ ki, bir də topluya da baxaq. Topluya. Diana. Toplu, hana toplu. Topludan görüm. Səhifə 183. Görüm topluda maraqlı bir şey varsa ona nəzarətlərimi izah edeyim. Ay maşallah, nə qədər getmişik. Aha. Baxın bu düsturlar məsələn burada hansı? Burada hansı yoxdur? XM yoxdur. Yəni rəqsin amplitudu yoxdur. Görürsünüz. Nəsə bunlar rahatdır. Baxın. Yerim zaman asıl qrafik rəqsin periodunu müəyyən edin. Rəqsin periodunu müəyyən edin deyir. Yaxşı. Harmonik cismin yer dəyişməsinin zamanı asıl qrafik verilmişdir. Baxın uşaqlar, yaxşı oldu elə bu sualı oxudum. Rəqsin periyodu müəyyən eləyin deyir. Rəqsin periyodu nədir? Yəni tam bir rəqsə sərf olunan zaman rəqsin periyodu adlanır. Bir tam rəqsə sərf olunan zaman olan hissə bu deyil. İndi gəl baxaq ki, bir tam rəqs nə zaman olur? Baxın, mən sizə dedim, bu hər dilin pi bölü 2-dir. Və hər dilin pi bölü 2-dir. Bir cisim bir periodda 2 pi qədər rəqs edir. 2 pi qədəri. Deməli, bu hər dilim də pi bölü 2-dir. Bax, bura pi bölü 2-dir. Bura pi bölü 2'dir. Pi bölü 2, pi bölü 2. 4 tane pi bölü 2 ne olur? 2 pi olur da düzdür. Ve 2 pi'ye sərf olunan zaman adlanır rəqsin periyodu. Baxın, budur. Vəssalam. 4 saniyə rəqsin periyodu olur. 4 saniyə. Yəni 4 dənə dilim bir periyoddur. 4 dənə dilim bir periyoda bərabərdir. 4 dənə dilim 1, 2, 3, 4. Vəssalam. 4 dənə dilim olur bir periyod. Yaxşı. Sonra A və B nöqtələri arasındakı rəqs hərəkət edir. Aşağıdakı fiziki kəmiyyətlər hansı A və B nöqtələrində sıfıra bərabər olur? Yaxşı. İndi bir dənə onu deyim ki sizə. A və B nöqtələrində qoyun burada elə izah edeyim sizə bunu. Mənə WhatsApp-da mesajlar gəlir. Ümid edirəm ki, artıq heç nə gəlməz. Yaxşı. A və B nöqtələr ətrafında baxın, bunlar kənar nöqtəsidir. Gəl buraya. Bax, bura kənar nöqtələrdir, rəqsin kənar nöqtəsidir. Bu da niyə belə olur? Bu da tarazlıq nöqtəsi olsun. Bir olsun kənar nöqtə, yəni A nöqtəsi, A kənar. Bura bir C nöqtəsi deyək. Bu nə belə? Bura bir C nöqtəsi olsun. Burada olsun B kənar. Burada olsun C nöqtəsi, yəni tarazlıq nöqtəsi. Uşaqlar. Kənar nöqtələrdə, bu rəqsi, bunu gedən təsəvvür, bu kürəcikdir təsəvvürün, getdi bura. Düzdür. Burada neyinir o? Bir anlıq dayanır və başlayır geri qayıtma. O şaqul yuxarı hərəkət eləyən cismi təsəvvür eləyir. Bax, o şəkildə gedir. Orada bir anlıq dayanır və sonra neyinir? Başlayır tarazlıq vəziyyətinə doğru gəlməyə. Yenə də B nöqtəsinə gedir, dayanır, başlayır tarazlıq vəziyyətinə gəlməyə. Düzdür. Kənar nöqtələrdə cisim bir anlıq dayanırsa, onun nəyi sıfır olur? Sürəti sıfırdır. Düzdür. Kənar nöqtələrdə sürəti sıfırdır. Bunu belə çəkim ayırın bunları bir-birindən. Kənar nöqtələrdə cisim dayanır. Düzdür. Onda sürəti sıfırdır. Kənar nöqtələrdə sürəti sıfırdır. Sürəti sıfırsa biz nə deyirik? Avtomatik kinetik enerjisi də sıfırdır. Düzdür.
Çünki sürətlə kinetik enerji bir-birinə belə deyək də ortaqdır. Aha, bəs bu cisim gəlir. Yəni artıq buradan sıfırdan başlayaraq sürəti artmağa başlayır. Düzdür, yeyinləşir də elə bil. Çünki sürəti sıfırdır burada. Getdikcə də artır və C nöqtəsinin sürəti olur maksimum. V maksimum olur. Onda kinetik enerjisi də maksimum olur. Düzdür, kinetik enerjisi maksimum olur C nöqtəsində. Sonra C'dən keçir, gedir yenə A'ya doğru və sürəti yenə başlayır zəifləməyə. Və A nöqtəsində bunun dediyimdə sürəti 0 olur. Amma təcili maksimum olur. Təcili maksimum olur bu cismin A və B nöqtələrində. A və B nöqtələri cismin belə deyək də tarazlıdan ən çox hündürə qalxdığı məsafə deyil, ən çox hündürləşdiyi məsələn. Burada deyək ki 0-cı səviyyədirsə, bu neyinir? Hündürləşir də buradan A və B nöqtələrində və maksimum hündürlüyə A və B nöqtələrində çatır. Onda potensial enerji də maksimum olur. Y potensial maksimum olur. C səviyyəsini 0-cı səviyyə kimi qəbul eləsək, C-də potensial 0-a bərabər olmuş olacaq. C-dəki potensial 0-dır. C-də bu cisim bir anlıq təcili 0 olur. Elə bil ki, bircə dəqiqə. Elə bil ki, burada uşaqlar bir anlıq, burada ipdə yuxarı doğru bir gəlinmə yaranır. Aşağı doğru da bir ağırlıq qüvvəsi var axı burada. Və T ilə ağırlıq bir-birinə bərabər olduğundan, çünki cisimdən yuxarı atlamır, nə aşağı qırılıb düşmür. Bərabər olduğundan o anda təcil 0 olur. Amma məsələn bu anda bu istiqamətə bir T gərilmə qüvvəsi var. Bu istiqamətə bir F ağırlıq qüvvəsi var. Və orada bir, belə deyək də, bir əvəzləyici qüvvə yaranır. Ona görə də təcil var. Amma imenli tarazlıq vəziyyətində, yəni C nöqtəsindəki təcil 0-a bərabər olmuş olacaq. Yaxşı, bu C nöqtəsidir. Aha, soram oradan nə deyim sizə? Sürət dedik, kinetik enerji dedik, potensial enerji dedik. Bir də ki, uşaqlar nə deyim sizə? Cisim baxın, kənar nöqtədədir də, düzdür. Burada təcil nədir? Maksimumdur. Sürət nədir? 0-dır. Amma C-də təcil 0-dır. Sürət nədir? Daha doğrusu sürət maksimumdur. Onda cisim buradan tarazlıq vəziyyətinə gələndə neyinir? Sürəti 0-dır. Sürəti getdikcə artır və maksimum olur da, düzdür. Onda A'dan C'yə gələndə bu cisim neyniyəcək? A'dan C'yə təcili azalır, düzdür. Çünki təcil C-də 0-dır. C-də təcil 0-dır, düzdür. A-da isə maksimumdur. Deməli, getdikcə təcil azalır. Deməli, neynir bu cisim? Azalan təcillə. Çünki A-da təcil maksimumdur, C-də 0-dır. Təcil getdikcə azalır, C-də 0 olur. Deməli, azalan təcillə neynir? A-daki sürət 0-dır, C-də sürət maksimumdur. Deməli, azalan təcillə sürət də getdikcə artırsa, biz sürət artan hərəkətə necə hərəkət demişdik? Yeyinləşən. Deməli, yeyinləşən hərəkət edir. Eyni şəkildə B-dən də C-yə gələndə qayda eynidir. Və yaxud da B-dən C-yə. A-dən C-yə, B-dən. İndi tərsinə C-dən B-yə və yaxud da C-dən A-ya doğru hərəkətə baxaq. C-də bilirik ki, təcil 0-dır. B-yə getdikcə təcil maksimum olur da, düzdür. Deməli, təcil neyinir getdikcə? Artır, olur, artan təcillə. Sürət nədir? Maksimumdur, sürət 0 olur burada. Deməli, neyinir? Yavaşlayan hərəkət edir. Sürət azalarsa, cisim yavaşlayan hərəkət edirdi. Yavaşlayan hərəkət edir. Deməli, cismin tarazlığa doğru hərəkəti azalan təcillə yeyinləşən, tarazlıqdan uzaqlaşanda isə artan təcillə yavaşlayan hərəkət etmiş olacaq. İndi bu suala baxırıq. Deyir ki, A və B nöqtələrində 0-a bərabərdir. Baxırıq. Tam enerji isə uşaqlar saxlanır. Yəni, tam enerji dəyişmir. Tam enerji hər ikisində də eynidir. Aha. Bir də ki, A və B nöqtələrində 0-a bərabərdir. Sürət, impuls da eyni şeydir ya. İmpuls, sürət, kinetik enerji, impuls yadımdan çıxdı. Demək, kənar nöqtələrdə sürət 0-dırsa, kinetik enerji 0-dır, impuls 0-dır.
Yaxşı, bunlar sadə şeylərdir. Harmonik rəqsdə cismi koordinatı zamanı asılı qrafikə. Koordinatın zamanı sərbəst harmonik rəqs. Harmonik rəqs istəyirsə, bu sönər rəqsdir. Harmonik rəqs sərbəst budur. Harmonik mexaniki rəqslərdə zamana görə dəyişən kəmiyyət. Mən sizə dedim də, dəyişən nədir? Maddi nöqtənin sürəti başqa şeydir, rəqsin sürəti başqa şeydir. Burada rəqsin amplitudu olacaq. Zamana görə period dəyişməyəcək, tezlik dəyişməyəcək. Biz periodun dəyişmədiyi hər hala baxırıq. Bir də burada bir də qayda var. Harmonik deməli qüvvənin təsiri ilə hansı qüvvənin təsiri yaranan mexaniki rəqslərə harmonik rəqs deyilir. Yer dəyişmənin əksinə yönəlib uşaqlar. Yer dəyişmənin əksinə yönəlir harmonik rəqslərə də təsir edən qüvvə və ona ilə mütənasibdir. Yer dəyişməylə düz mütənasib asılı olur qüvvə və əksinə yönəlir yer dəyişmənin. Belə qalan məsələlər. Baxın, hansı tənlik qrafik verilmiş rəqsi hərəkətə uyğundur? Aha, qrafik baxın, hamısı sinuslandır deyə yazıram. X bərabərdir xm sinus omega t-dir də bizim düsturumuz düzdür. Xm-ə baxırıq. Xm neçədir? Maksimum qiymət, yəni 0,3. Hamısı 0,3-dür. Yox, bunlar ümumiyyətlə getdi, görürsünüz. İndi gəlin omega üçün baxaq ki, bizim omegamız neçədir? Omega mən sizə dediyimdə nəyə bərabərdir? 2pi bölünsün t-yə, düzdür? O da bərabərdir 2pi bölünsün t. Mən sizə nə dedim? Bir tam rəqsə sərf olunan zamanı da baxın. Bir tam rəqs nədir? Budur. Aha, bu da nədir? 2 saniyədirsə, deməli, bura nədir? 3 uyğundur da, düzdür? Aha, və yaxud da buradan başlayıb, 3-dür də elə, boş-boşuna niyə yazım ki? 3 və salam. 2pi böl 3. 2pi böl 3. Bir dəqiqə. T'yə bir də baxın. T var 1, 2, 3. 3-də 2pi böl 3. Var elə cavab. 3 saniye değil. İki pi bölü t'dir də omega. T'nin də yerinə 3 qoyuruq. 0. Bura 1. Bura 2. Burada 3. Tam rəqs bu da uşaqlar. Baxın, tam rəqs 1, 2, 3, bu da 4. 2 pi bölü 4-dir. 2 pi bölü 4, yoruldum mən ona görə gedirəm. Aha, 2 pi bölü 4, o da olur. Pi bölü 2. 0 tamam, onu burada omeganın yerinə bir pi bölü 2 yazırıq. Olur nə? 0,3 pi bölü 2. Ye bəndi. Belə. Şu yoruldum. Yorulanda da mən səhvlər eləyirəm. Qalanlar ki, eləyərsiz bir yerdə çətinlərə baxarıq.